Normalda insanlar deyir ki, 30 gündə bir dil öyrənmək dünyanın ən imkansız hadisəsidir. Və təbii ki, bir nöqtədə haqlıdırlar. Əgər siz hər kəsin istifadə etdiyi, sıfırdan başlayaraq getdiyi nöqtələrdən gedirsinizsə, sizin də 30 gün ərzində bir dili yaxşı bir səviyyədə özünüzü ifadə edəcək qədər öyrənməyiniz təbii ki, çətin olacaq. Bu gün mən istəyirəm ki, normal o klassik metodlardan çıxaq. Özümün illər öncə oxuduğum bir kitabdan necə bu taktikanı inkişaf etdirdim və artıq 2 aya yaxın bir müddətdir ki, yay girəndən artıq bunu tətbiq etməyə başlayıram və 3 dildə çox yaxşı səviyyədə bir baza inkişaf etdirmişəm. Və istəyirəm ki, siz də bu taktikanı öyrənərək istədiyiniz dili 30 gün ərzində rahat bir şəkildə ən az özünüzü ifadə edəcək qədər, başqalarını anlaya biləcək qədər yaxşı bir səviyyədə öyrənəsiniz. Amma işin maraqlı bir tərəfi var ki, təbii ki, normalda biz dil öyrəndiyimiz müddətdə nədən sıxılırıq ən çox? Qrammatika oxumaqdan, söz əzbərləməkdən və yaxud da gündəlik praktikalar etməkdən, yəni məcburiyyət qarşısında qalmaq artıq bizim sevmədiyimiz bir şey olduğu üçün avtomatik olaraq 2 gün, 3 gün, 5 gün həvəs göstərib sonradan yorulmaq bizim üçün çox normal haldır və mən burada sizi günahlandırmıram ki, siz tənbəlsiniz və yaxud da başqa şeylər ola bilər burada. Sadəcə beyninizi düzgün öyrənməyə yönəldə bilmirsiniz. Məsəl üçün, siz ana dilinizi qrammatika oxuyaraq öyrənmisiniz ya da söz əzbərləyərək öyrənmisiniz? Yox, təbii ki. Bunların hər biri sizin axışda öyrəndiyiniz şeylərdir. Valideynlərinizdən, ətrafınızdan, dostlarınızdan, yəni bir sözlə axışda qalaraq həyatın axışında bu dili öyrənmisiniz. Amma normalda bir dil öyrənmək istəyəndə tam bunların əksini edirsiniz. Sistemə düşürsünüz, rejimə düşürsünüz və beyniniz avtomatik olaraq çalışmağa başlayır ki, bizdə nəsə sistemlidir, tanımadığımız bir şeydir. Ona görə marağımız bitəndən sonra artıq dayandıra bilərik. İndi dopamin salgılayırıq, indi dopamin var bu işdə. Amma dopamin də bitəndən sonra artıq bu işdən əlimizi üzməyin vaxtı gələcək. Ona görə siz bir şey edərkən, nəinki dil öyrənmək, bir idman növü ilə məşğul olarkən, bir musiqi aləti ilə məşğul olarkən, yəni hər nə ilənsə olur olsun, sistemə düşdüyünüz an bir neçə müddət maraqlı olsanız belə həmin sahəyə, avtomatik olaraq sonradan beyin o marağı dayandırır və sistemin gətirdiyi təşviş ucbatından bir müddət ara verməyə başlayırsınız ya da tamamilə o şeydən uzaqlaşa bilirsiniz. Ona görə də bu dövr ərzində əgər dil öyrənmək istəyirsinizsə, axışda qalmağa və sistemdən bir nöqtədə uzaqlaşmağa fikir verəcəksiniz. Mən demirəm ki, təbii ki, nə zaman kefinizə düşdü, onda gəlin bu dili öyrənmək üçün bu taktikadan istifadə eləyin. Sadəcə bir şeyi unutmayın ki, nə qədər çox sistem və təşviş varsa, marağınız bitəndən sonra o şeyi etmək faiziniz də yavaş-yavaş azalmağa başlayacaq. Ona görə balansda tutmalısınız və dediyim bu taktikada indi birazdan açıqlayacağam. Sizin marağınızı və sistem qabiliyyətinizi tam şəkildə balansda tutmağa çalışır. Əvvəl bunu kitabda oxuyarkən düzü üstündən keçmişdim. Sadəcə başqa şeylər üçün istifadə edəcəyimi düşünmüşdüm. Amma dediyim kimi 2 aya yaxın bir müddətdir artıq bundan istifadə edirəm və anlamağa başlayıram ki, həqiqətən də bu bir insanın beynini öyrəşdirmək üçün istənilən bir şeyi öyrənmək üçün də ola bilər və yaxud da istənilən bir işi etmək üçün də ən effektiv yollardan bəlkə də ən birincisidir. Ona görə də yavaş-yavaş bu metoda keçək. Deməli, bu metodun adı təşviq qruplaşdırılmalarıdır. James Clear'in Atomik Vərdişlər kitabını bilirəm ki, hər biriniz demək olar ki, görmüsünüz. Çünki çox məşhur kitabdır, bestsellerdir və dünya üzərində artıq bir çox insan bunu tanıyır. Və bu kitabı oxuyarkən mən bir cümləyə rast gəldim ki, orada istənilən bir işi görmək üçün sizə lazımdır ki, sizi təşviq eləyən hadisələri bir-biri ilə qruplaşdırasınız. Və ilk başda anlamadım mahiyyətini, ancaq sonra nümunələr əsasında oxuduqca görməyə başladım ki, bu həqiqətən insan beyninin ən düzgün şəkildə proqramlanması üçündür. Və nümunələri oxuduqca belə bir fikir yaranmağa başladı. Sonradan araşdırdıqca da bunun nə qədər çox insan tərəfindən istifadə olunduğunu görməyə başladım. Əgər siz çox tənbəl bir insansınızsa və bir işi görməlisiniz, amma onu görə bilmirsinizsə, tənbəllik elə zənn eləyirsiniz ki, sizə imkan vermir. O zaman sizi təşviq eləyən başqa bir şeyi
həmin tənbəllik göstərdiyiniz şeylə qruplaşdırmağa başlayırsınız və bu qruplaşma nəticəsində sizin sisteminiz getsə belə marağınız qalır. Marağınız getsə belə sisteminiz qalır. Yəni heç vaxt bu ikisi bir-birindən tam şəkildə ayrıla bilmir. Məsələn, əgər siz gitar çalmağı öyrənməlisinizsə və bu sizin üçün bir vacibiyyətdirsə, videonun başında da dedik ki, beyin üçün vacibiyyət və sistemlər artıq bir nöqtədən sonra təşviş yaratmağa başlayır və ondan uzaqlaşır. Amma tutalım ki, siz eyni zamanda televizor izləməyi çox sevirsiniz. Axşam işdən gəlirsiniz, hər şey qaydasında və başlayırsınız televizora baxmağa. Və bu gitarı çalmaq üçün müəyyən bir sistem qurmalı olduğunuzu düşünürsünüz. Amma televizor izləmək sizin axışda olaraq etdiyiniz bir şeydir. Yəni marağınız var və etmək istəyirsinizsə edirsiniz. O zaman burada qruplaşdırma bu şəkildə olacaq. Gitarınızı götürəcəksiniz. Hər zaman eyni saatda televizor izlədiyiniz yerə tam gözünüzün qarşısına qoyacaqsınız. Və bunun sayəsində həm televizor izləyərkən, həm də gözünüzün gördüyü bir şey olaraq bir şəkildən də bu bir sistemin parçası olaraq sizi təşviq etməyə başlayacaq ki, artıq gitar çalmaq lazımdır. Həm sevdiyimiz iş var qarşımızda, həm də etməli olduğumuz şey var. Yəni ikisi eyni sistemin parçasıdır. Amma beyində təşviş yaratmırıq ki, bu bir sistemdir, bunu mütləq etməliyik. Yəni bir növ beyninizi hackləyəcəksiniz burada. Bəs bunu dil üçün necə istifadə etmək olar? Gəlin ondan da biraz danışaq. Deməli, mən bu taktikanı istifadə etməyə başlayarkən ilk başda tam xam şəkildə bu məlumatı almadım ki, dil öyrənmək istəyirsinizsə bu şəkildə edəcəksiniz. Sonradan zamanla görməyə başladım ki, mənim təhsilim də ingilis dilində idi və dedim ki, əgər mən bir dili öyrənmək istəyirəmsə, həmçinin də sahəmə uyğun şəkildə araşdırmalar edirəmsə və fikirləşdim ki, mənim sahəmə marağım var, sahəmi çox sevirəm və çoxlu araşdırmalar eləyirəm bu sahədə. Həmçinin də öyrənməm gərəkən bir neçə dil var. Niyə mən bu ikisini bir sistemin parçası eləmirəm və bu ikisi üzərindən əyləncəli bir sistem qurmuram özümə? Və zamanla görməyə başladım ki, araşdırmalar edərkən bunu İspan dilində etməyə üstünlük verdikcə artıq görməyə başladım ki, həm bir yandan dilə marağım var idi, həm də bir yandan hər zaman marağımın olduğu bir şey var idi ki, psixologiya, psixolojik araşdırmalar etmək, bu sahədə dərinləşmək və s. kimi şeylər. İki maraq bir-biri ilə birləşdi, avtomatik olaraq dopamin partlaması yaşandı və həmçinin də əgər dil öyrənməyə qarşı marağım etsə belə, mütləq ki, mənim psixologiyaya olan marağım bu işdən məni ayırmır. Və sevdiyim şeyə qarşı məcburiyyətim var. Mütləq araşdırma etməliyəm, çünki mənim ən sevdiyim hobbilərdən biridir. Və həmçində bunu etməyim lazım olan dil İspan dilidir. Yəni, beynimə gizli şəkildə sən əslində məcbursan bunu etməyə. Bir yandan da maraqlı gəlir sənə bunu etmək kimi bir mesaj verməyə başlayıram. Və ondan sonra inanın mənə, yorulmaq, usanmaq, sistemdən çıxmaq sizin üçün çətin olmağa başlayacaq. Çünki iki dənə maraq birləşib, ikisi bir sistemin parçası olub və bunu beynə bunu etməlisən kimi bir mesaj olaraq yox da, bunu zaten edirsən, bu şəkildə edəcəksən mesajını verəcəksiniz. Və istədiyiniz bir dildə araşdırma apararkən xüsusilə bunu vurğulayıram, burada diqqətli olmalısınız. AI alətlərindən mütləq istifadə etməlisiniz. Çünki ilk başlayarkən siz gedib İspan dilində B1 səviyyədə, B2 səviyyədə məqalə oxuyarkən avtomatik olaraq oradan heç nə anlamayacaqsınız. Bütün psixolojik terminlər sizə ağır gəlməyə başlayacaq və siz bir müddət sonra pes etməyə başlayacaqsınız ki, mən buradan heç nə anlamıram. Təcili şəkildə bunu dayandırmalıyam, öz ana dilimdə yenidən araşdırma edə bilərəm. Ona görə də burada müxtəlif AI alətlərindən istifadə edə bilərsiniz. İndi mən ad çəkmirəm heç bir proqram üçün. O proqramların hər birinə belə bir prompt yaza bilərsiniz ki, həmin dildə, indi buralara bir yerlərə yerləşdirəcəm o promptu. İndi mən Azərbaycan versiyasını qoyacam, çevirərsiniz. Sən mənim filan sahə üzrə ekspertimsən, müəyyən illik təcrübəyə sahib və istəyirəm ki, mənə bu sahə üzərindən bu dildə A1 səviyyədə izahlar verməyə başlayasan. Xüsusi mövzular da qoya bilərsən, məsələn, bağlanma nəzəriyyələri, Zeigarnik effekti və s. kimi şeylər. Yəni, mövzunuz hər nədirsə, idmanla məşğul olursunuzsa, idmanla bağlı, incəsənətlə məşğul olursunuzsa, incəsənətlə bağlı, kitablar, filmlər və s. kimi, yəni fərqi yoxdur. İnanın mənə,
Bir ayda artıq görməyə başlayacaqsınız ki, bir xeyli şəkildə o dildə danışa bilirsiniz, özünüzü ifadə eləyə bilirsiniz. Gündəlik olaraq marağınız o qədər çox olur ki, öyrənmə həvəsinizdə ikisi bir-birinə qarışanda avtomatik olaraq dilin quruluşu, istifadə edilən əsas sözlər, A1 səviyyə, A2 səviyyə, daha sonra səviyyələri artıra bilərsiniz və sonra görməyə başlayacaqsınız ki, artıq bir film izləyərkən, bir kitab oxuyarkən belə həmin dildə anlaya bilirsiniz. Çünki bir sahədən başlamısınız və o dili bu sahədə inkişaf etdirərək marağınıza uyğun şəkildə artıq bir nöqtəyə gəlmisiniz. İndi deyə bilərsiniz ki, bəs afərin. Bir sahə üzrə işləyiriksə, bu dili bütövlükdə necə öyrənəcəyik? Zaten sizin bir dildə bir məqalə oxumağınız, özünüz də mənimlə razılaşarsınız ki, demək olar ki, bir dildə ola biləcək ən basic sözlərin 50-60%-ni təşkil eləyir. Yəni siz psixologiya üzrə araşdırmalar edərkən sırf psixolojik bütün terminləri öyrənməyəcəksiniz. Orada cümlə quruluşunu öyrənəcəksiniz, sözlərdən necə istifadə edəcəyinizi öyrənəcəksiniz, bəlkə də söz sonluqları, sözün başlıqları, bunların hər birini öyrənmiş olacaqsınız və nəticəsində istədiyiniz cümləni, özünüzü ifadə etmə tərzini də zamanla bir neçə söz öyrəndikdə belə tətbiq edə biləcəksiniz. Yəni bunun üçün xüsusilə qrammatika öyrənməyə, söz əzbərləməyə ehtiyac qalmayacaq. Avtomatik yüklənmiş bir sistem olacaq sizin beyninizdə o dillə bağlı və ona uyğun da zaten boşluqlardan nə bilmirsinizsə, öyrəndikcə də bu dildə özünüzü rahat şəkildə ifadə edə biləcəksiniz. Mən bu taktika vasitəsilə dediyim kimi 3 ildə artıq özümə baza yaratmışam və görməyə başlayıram ki, daha özgüvənliyəm, daha bu dildə özümü dolu-dolu hiss edirəm. Çünki ilkin məqsədim olan maraqlandığım sahə üzrə artıq dolu-dolu təcrübələr əldə etmişəm. Həm o dildə nəsə öyrənmişəm, həm o sahə üzrə nəsə öyrənmişəm və iki şeyi birlikdə etməkdən yaranan bir özgüvən yaranmağa başlayıb məndə. İnanın mənə bu taktikanı istifadə etdikcə zaten siz də necə təsirli olduğunu görəcəksiniz. Mən başqa deməyə heç nə tapmıram. Ona görə də dili istifadə eləyib bir neçə müddət sonra rəylərdə də mənimlə bölüşə bilərsiniz ki, fikirlərinizi necə bu proses sizdə gedir, hələ də getməyə davam eləyir. Bunlar haqqında fikirlərinizi mənimlə də bölüşsəniz çox sevinərəm. Videonu bəyəndinizsə bəyənməyi, daha çox belə kontentlər görmək üçün isə kanala abunə olmağı unutmayın. Hər birinizə uğurlar.